Salam değerli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Məni soruşacaq olsanız mən çox yaxşıyam. Bu günləri qərar verdim ki, hamamı dərindən təmizləyəcəm. Bunun üçün də əvvəlcə bir suya belə limon duzu əlavə edirəm və yaxşı qarışdırdıqdan sonra bunu bütöv hansı ki kabinanın şüşələrinə, sonra hamamda harda əp varsa, hansı ki heç bir maddə ilə apara bilmədiyim şeyləri bu limon duzu ilə ərəbləri bu limon duzu ilə rahatlıqla apara bilirəm. Ona görə də birinci püskürdürəm, bütöv hər yerə püskürdürəm bunu. Biraz qalır, sürtmürəm. Daha sonra sürtürəm və bütöv hər bir şey oradan çıxır. Əvvəlcə isə mütləq şəkildə əgər belə bir işlərlə məşğul olacaqsa, çünki hamısı nəfəsimizlə gedir bədənimizə, mütləq şəkildə belə ağza maska taxmaq lazımdır. Düzdür, bilmirəm nə dərəcədə keçir-keçmir. Amma heç olmayanda biraz da olsa qarşısını almış olar bu maska. Qəşəng əlcəklərimizdə taxdıq. İndi isə keçək. Həm təmizliyə keçək, həm də bir mövzu seçmişəm. O barədə danışa-danışa evi təmizləyək, hamamı daha doğrusu təmizləyək. Bugün isə istəyirəm ki, bir mövzu barəsində danışım. Hansı ki, adı olsun tənbəlliyi necə qırdım. Çünki bu tənbəllik hamımızın əziyyət çəkdiyi bir mövzudur düşünürəm. Ona görə də bu barədə danışmaq istəyirəm, elə iş görə. Bir vaxtlar çünki mən də çox insan kimi eləyərəm deyirdim. İndi də təbii ki, arada eləyirəm, amma əvvəl daha çox eləyərəm deyirdim. Günləri sabah başlayaramla keçirdirdim. Bütün günləri demək olar ki, sabah başlayaramla keçirdirdim. Evdə demək olar ki, bütün işlər yığılıb qalırdı. Gündə eləyə bilmədiyim üçün hər gün həmən işlər yığılıb qalırdı. Planlar yazırdım təbii ki. Yazdığım planlar da hamısı elə kağızın üstündə qalırdı. Əksinə yazdığım planlar daha da mənə ağırlıq verirdi. Onu da bir iş kimi artırırdım, özümə yazırdım və eləmirdim. Məqsədlərim isə hansı ki məqsədlər qoyurdum özümə, onlar sadəcə xəyal olaraq qalırdı. Artıq onları reallaşdıra bilmirdim çünki tənbəl idim. Niyə etmirdin, nəyi gözləyirdin desəniz, deyərdim ki, uyğun bir vaxt gözləyirdim. Sanki ilham pərim gəlməsə heç bir hərəkət eləyə bilməzdim. Ya da məsələn enerji yığmasam, oturub enerji yığmasam, həmən bir işi başlamağın heç bir mənası yoxmuş kimi düşünürdüm. Otururdum, enerjinin gəlməyini gözləyirdim. Səhər açılırdı, gün ortaya qədər enerjinin gəlməyini gözləyirsən. O da ki, hər zaman gəlmir ha. Allah ürəyinə salsa, insaflı olsa gəlməyini gözləyirsən. Bəlkə gəldi. Gün ortadan sonra da deyirsən ki, adam iş görə bilmir, həmən gün getdi. Yəni sıfır. Amma bir gün başa düşdüm ki, mən o uyğun vaxtı gözlədikcə həyat məni gözləmirdi. Tənbəllik düşünürəm ki, sadəcə bir istəksizlik deyil. O həm də qorxularımızın, özümüzə inamsızlıq, hansı ki inamsızlığımız var, onun ya məsəl üçün keçmişdəki uğursuzluqlarımız var. Onun üstünü örtmək üçün taxdığımız bir pərdədir. Məsələn, alınmaz düşüncəsi ola bilər. Alınmayacaq onsuz da düşüncəsi ki, hansı ki səssiz içimizdə böyüyür və bizi hərəkətsiz buraxır. Bunu anladım ki, bəlkə də həqiqətən də mən bu tənbəllik edirəm. Onlar bəlkə mənim həqiqətən də qorxularımın, hansı ki inamsızlıq var özümə ki, mən bunu onsuz da bacarmayacağam, yaxşı eləyə bilməyəcəm. Bəlkə də nə bilim mükəmməliyyətçilik var içimdə. Səbəblər çoxdur. Hansı ki onların üstünü örtmək üçün mən tənbəllik edirəm və o yerimdən qalxmamağa qərara verirəm. Və həmən gün biraz başa düşəndən sonra bunları mən həmən gün qərar verdim ki, yəni kiçik də olsa, bir dənə olsa belə, yəni 1-0-dan böyükdür. Bir hərəkət belə olsa, hərəkət edəcəm. Arada biraz da işdən danışım, daha sonra keçim ona. Deməli, bu qaranı biz bir il olmaz ki almışıq, ya bir il olar ki almışıq. Amma ki alanda elə ucuz da almamışdıq. Bunu desən krantını ayrıca almışdıq və bu tuşunu da ayrıca 150 manata almışdıq. Yəni deyim ki, mənə görə 150 manatı bir tuşa vermək ucuz sayılmır. Normal da yəni qiyməti var və dedi ki, üstü çox keyfiyyətlidir. Amma elə gələndən biraz sonra qaranın üstü soyulmağa başladı. Ona görə də mütləq şəkildə diqqət eləyin. Yəni keyfiyyətlidir falan deyirlər. Bahalıdır, inanırsan. Yaxşı da qiyməti var. Yəni soyulmaz amma soyulur. Ayrıca bizim bu moydadır var. O moydadır da 15 il dedi ki garantiyası var. Heç bir şey olmayacaq. Elə gələndən biraz sonra ayaqları çatlamağa, belə dərisi soyulmağa başladı. Kraskası atmağa başladı. Bu arada bu krantı da 2 gün idi almışdıq. Belə yuxarı qaldırdım ki, bunları yuyum. Hansı ki ayaq yolunun tuşudur bu. Qaldıran kimi cırıldı. Yəni deşildi. Təəssüflər olsun ki, işimi də eləyə bilmədim. Güclə elədim sonuna qədər. Həm də təzə aldığımız şey idi. Ona görə bunun da içərisinə hansı ki toxunma olur. Onlardan almaq lazımdır. Belə rezinlər çox tez xarab olur. 3 gün deyil ki, bunu taxmışam. Qaydaq indi söhbətimizə onu deyirdim axı. Qərar verdim ki, bir dənə də olmuş olsa heç olmaya gün ərzində addım atacağam. İlk addım bəzən sadəcə məsəl üçün mətbəxi yığışdırmaq ola bilər. Yəni halsızsan deyirsən ki, bir dənə mətbəxi yığışdıracağam deyirsən və durursan. Yəni beynivə əvvəldən demədə
dur, bunu da eləməsən, onu da eləməsən, onu da eləməsən, onda heç yerindən qalxmaq istəmirsən. Deyirsən ki, ayağa qalxıdıqsa bir dənə mətbəxi təmizləyirsən və yaxud bir dənə nə isə eləyərsən, sonra oturarsan. Elə bil ki, beynimizi alladırıq. Belə bir əhvalat vardı. Bir namaz qılan adam vardı. Deyirdi ki, hər səhər ailəmdə eşitmişəm deyəsən bu söhbəti. Hər səhər şeytanı aldadırmış. Namazı qılandan sonra əsl namazı, vacib namazı, daha sonra fərz namazlarını qılmaq üçün deyirmiş ki, nə qılacağımı fərz namazını deyib şeytanı aldadırmış. Şeytan ki, aldandı, dururmuş ayağa, Allahu Ekber deyirmiş, başlayırmış, deyir ki, bax hər səhər şeytanı bu formada alladıram. Deməli, neyinirik? İlk addımı atırıq, ola bilər bu mətbəx yığışdırmaq olsun, ya da məsələn masanın üstünü təmizləyəcəm deyə bilərsiniz. Mən də elə məsələn oradan başladım. Özümə böyük bir məqsədlər qoymadım. Bugün sadəcə məsələn hamamın güzgüsünü siləcəm dedim və elədim. Sonra bir də gördüm ki, ümumi təmizliyə keçmişəm özüm də bilmədən. O gün beynimdə bir klik oldu sanki ki, deməli hərəkət motivasiya yaradır. Tərsinə deyil. Yəni hərəkət motivasiyasızlıq, yorğunluq yaratmır. Hərəkət əksinə motivasiya yaradır. İnsan başlayanda bir işə həqiqətən də güc tapır. Hər gün məsələn biraz, hər gün bir addım. Tənbəllik içimizdə azaldıqca, yerini azacıq da olsa qürur, motivasiya və xoşbəxtlik alır. Gözlədiyin enerji, o qərar verdiyin an gəlməyə başlayır. Məsələn, qərar verdin ki, dur, işləri görəcəm. Həmin vaxtı sənin o gözlədiyin enerji, qərar verdiyin anda gəlməyə başlayır. Burada yenə hər zaman, çox zaman deyək ki, bizim etdiyimiz qüsur, mükəmməlliyətçilik, hansı ki, elə bir xasiyyət var bizdə. İstəyirik ki, mükəmməl olsun, mükəmməl olmasa heç bir şey etmirik. Bu da bir ayrı mövzudur. İstəsəniz mükəmməlliyətçilik barəsində danışa bilərik. Həqiqətən də mükəmməlliyətçilik bizim bacarıqlı olmağımıza, qabağa getməyimizə çox mane olan bir xasiyyətdir. Xasiyyət deyim, vərdiş deyim, bilmirəm. Yəni ən vacib dərs budur ki, bu mükəmməlliyətçilik barəsində ayrıca danışarıq. Burada deyim ki, ən vacib dərs bu oldu ki, mükəmməl başlamalı deyil. Yəni bunu ağlında olsun. Əla nəticə üçün yox, sadəcə başlayıb davam etmək üçün motivasiyan olmalıdır. Yəni ay bunu pırıl eləyəcəm. Ay buranı nə bilim tərtəmiz eləyəcəm. Ya təkcə bu işdən getmirik. Mən elə deyirəm ev işləri. Nəsə oxuya da bilərsiniz, nəsə başqa bir məqsədiniz də olacaq. Bu gün hər şeyi öyrənəcəm, bu gün hər bir şey edəcəm. Bu gün mükəmməl olacaq deyə bir şey yoxdur. Bu gün başlayın, sadəcə bir addım atın. Mükəmməlliyətçiliyi unudun ki, ayağa qalxa biləsiniz. Məsələn, mən özümü kəskin dərəcədə dəyişdirmədim. Sadəcə biraz nizam, biraz iradə və ən əsası sabah yox, bugün etməyi seçdim. Əvvəlcə çox dəfə yarıda saxladım. Məsələn, yenidən başladım. Özümə hirsləndim, tənbəlliyimə əsəbləşdim, hətta hamının yanında özümü tənbələm, hirslənirəm, iradəsizəm, yarımçıq qoyuram. Amma bu da prosesin bir hissəsi idi. Çünki dəyişmək heç vaxt düz xətt üzrə getmir. Bu mütləq ki, bu yol enişli, yoxuşlu olacaq. Əsas məsələ hər dəfə geri dönə bilməkdir. Yəni getdin məsələn, yıxıldın, xətt əyri oldu. Mən bunu bacarmıram. Bu mənə görə deyib küsüb oturmaq olmaz. Onda elə deyək ki, biz öləcəyik zaten, onda heç nə yeməyək, içməyək, zaten öləcəyik. Bu dünyada əbədi qalmayacaq. Onda heç yaşamayaq da, yəni deyək ki, oturaq ölümümüzü gözləyək. Elə bir şey yoxdur axı. Sən bu günləri nəsə ola bilsin ki, xətt əyri getdi, sən yenə bacarmadın, sən yenidən başlamalısan. Yox, yeni yoxlamalısan. Deməlisən ki, sən insansan və bu ola bilər, bu normaldır. Sən bunu yenidən bir yolunu axtarıb ayağa qalxmalısan. Bu arada sizə bu suşilərdən danışmaq istəyirəm. Ürəyimiz suşi istəyirdi. Yoldaşım dedi ki, daha belə baha olan, amma içərisində az olan suşilərdən alaq. Hüseynlə biz isə dedik ki, yox, elə uyğun qiymətli olsun, onların da içərisində çox olur. Biz 100 dənə yemək istəyirik. İndi demirəm hardan aldıq, amma 38 manata aldıq 100 ədəd, hərəsindən 10 dənə yazılmışdı. Əslində, amma ki, gələndə gördük ki, hərəsindən 20 dənə qoyublar. Baxın, bundan 20 dənə, o arxadakı o qara olan suşilərin adını bilmirəm. Onu səhv etmirəmsə 40 ədəd qoymuşdular. Yəni aldanmayın, belə 100 ədəd deyiləndə mütləq baxın, soruşun ki, həqiqətən də hərəsindən 10 ədəd qoysun. Daha sonra isə elə səhər işlərimi bitirəndən sonra yoldaşımla ikimiz Hüseyn nənəsi gəldəydi. Həm həkimə gedəcəkdim, həm də oradan çıxışda getdi yoldaşımla ikimiz biraz gəldik. Siz videonu izlərkən istəyirəm ki, bayaqki söhbətimizi də tamamlayaq. Yəni ki, indi geriyə baxanda görürəm ki, tənbəllik qırmaq özümlə barışmaqla başladı. Yəni özümə niyə belə edirəm sualını səmimi şəkildə verəndə cavab da tapmağa başladı. Və qəbul etdim ki, tənbəl deyiləm. Sadəcə bəzən yönsüz, motivasiyasız və yorğun oluram. Bu da normaldır. Əgər sən də bu videonu izləyirsənsə və deyirsən ki, məndə də belədir, inan ki, tək deyilsən. Amma bu səsi eşidirsənsə, deməli sən də o ilk addımı atmağa hazırsan. Kiçik bir addım, bir stolu silmək, bir pəncərəni yumaq ya da sadəcə plan yazmaq, amma onu bugün etməlisən, sabah yox. Çünki unutma, dəyişiklik sabahdan yox, bugündən başlayır. Və heç kim mükəmməl başlayaraq uğur qazanmayır. Hamımız bir yerdən başlamış. Mən də elə banyonun təmizləməsindən başladım bugün. Son olaraq bunu demək istəyirəm ki, özünü tənbəl sayma, özünü pis hiss etdiyin günlərə görə özünü cəzalandırma.
maraqlandırmır. Hamımız bəzən yoruluruq. Hamımız bəzən nə bilim heç nə etmək istəmirik. Bu sənə zəiflik yazmır. Əksinə hər dəfə çətinləşəndə belə davam etməyimiz, səssiz öz üzərimizdə işləməyimiz, bax bu düşünürəm ki, əsl gücdür. Uşaq olmadan biraz gəzdik. Həqiqətən də bu bəzən insana yaxşı təsir edir. Çünki uşaqla birlikdə gəzmək olmur, ağlayır filan. Düzdür, buradakı yeməklərin dadını o qədər də bəyənmirəm. Yəni əslində toyuq kababı istəmişdim çörək arasında, amma ki toyuğun qəti şəkildə dadı gəlmirdi. Amma gəzməyimiz, hansı ki hava almağımız birlikdə, özdə qəşəng hava var idi. O bizə daha yaxşı təsir elədi. Səssiz, belə sakit, uşaq ağlamadan həqiqətən də ürəyimiz açıldı. Ona görə bəzən düşünürəm ki, bunu etmək lazımdır. Elə gəzəndə də adam bir də görsün, vicdan əzabı çəkir, güya tez-tez gəzmirmiş kimi bir də vicdan əzabı çəkirik. Ona görə də axşam Hüseyni biraz parkda gəzdirdik, futbol oynadı, biraz sürüşdü, gəldik evə. Burada isə istəyirəm ki, videonu sonlandırım. Təşəkkür edirəm ki, videonu izlədiniz. Mütləq şəkildə videonu bəyənməyi, rəy yazmağı, abunə olmağı mənə unutmayın. Çünki bildiyiniz kimi bu mənim üçün çox vacibdir.